Salam əziz YouTube izləyicilərim. Bugün sizə çox aktual problemlərdən biri olan vaginal ifrazatlardan, onların səbəblərindən danışmaq istəyirəm. Demək olar ki, qəbulumuza gələn qadınların əksəriyyətinin şikayəti vaginal axıntılar, vaginal ifrazatlardır. Vaginal ifrazatların yaranmasına bəs səbəblər nədir? Əlbəttə ki, bu vaginal ifrazatların yaranmasına səbəblər həm spesifik infeksiyalar fonunda ola bilər. Onlar hansı infeksiyalardır? Xlamidiya, ureoplazma, mikoplazma, trixomonioz və bununla bərabər də şəritli patogen mikrofloranın əsasında yarana bilər. Uşaqlıq yolundan axıntı gələn xanımlar ilk öncə nə etməlidirlər? Ümumiyyətcə, vaginal axıntının olmağı normaldırmı? Vaginal axıntının olmağı gün ərzində əgər 5-10 millidən çox deyilsə, rəngsizdirsə, iysizdirsə, kəsmik şəkilli deyilsə, köpüklü deyilsə, bu normal axıntıdır. Və bir də qeyd edeyim ki, əlaqədən sonra axıntı çoxala bilər və ovulyasiya günləri. Bundan qeyri günlərdə əlbəttə ki, axıntıları dəyərləndirməyimiz çox vacibdir. Bəli, qeyd elədiyim infeksiyalar fonunda olan axıntıları təşxis eləmək üçün mütləq qaydada qadın ginekoloqa müraciət eləməlidir. İlk öncə müayinə zamanı yaxma kultivasiyası götürülür. Əlbəttə bu yaxmaları biz müayinə edərək hansı növ infeksiya fonunda axıntı varsa onu dəqiqliklə təyin edirik. Bəli, bəzən olur ki, axıntılar cinsel yoldan keçən infeksiyalar fonunda olursa, bu zaman biz tək qadını yox, həmçinin onun partnyorunun da müalicəsini tələb edirik. Lakin spesifik infeksiyalar olmadığı təqdirdə, yəni qeyri-cinsi yoldan keçən infeksiyalar fonunda ifrazatlar varsa, o zaman tək qadını müalicə edirik. Müalicə müddəti axıntının törədiyi fəsadlardan və kliniki əlamətlərdən asılıdır. Cinsi yoldan keçən infeksiyalar əsasən daxili cinsiyyət orqanlarında problemlər yaradır. Oforit, servisit və yaxud da endometrit. Lakin şərti patogen mikrofloranın yaratdığı problemlər isə əsasən vaginitlər şəklində, qeyri-spesifik vaginitlər şəklində özünü göstərir. Biz özümüzlə həkimə getmədən özümüzdə olan axıntıların çoxsunu, diaqnozunu qoya bilərik. Əlbəttə ki, bunu biz axıntının iyindən, rəngindən və formasından bilə bilərik. Əgər axıntılar yaşıldısa, sarıdırsa, köpüklüdürsə, bu cinsi yolla keçən axıntıdır. Əgər axıntı balıq iyi verirsə, bu zaman bu bakterial vaginozisdir. Əgər axıntılar kəsmiş şəkillidirsə, bu isə sizdə göbələk infeksiyasının olduğundan xəbər verir. Əziz xanımlar, vaginal axıntı deyib keçməyin. Vaxtında düzgün müalicə olunun ki, vəziyyət xroniki Bu və bu kimi videolarımı ardını görmək istəyirsinizsə, mütləq qaydada kanalıma abunə olmağınızı unutmayın.